Salam kanalımızın dəyərli abunəçiləri. Bugün sizə Test Bankımızdan seleksiya biotexnologiya bölməsindən 19-cu sualın izahını verəcəm sizin istəyinizlə. 19-cu sualın uzun olması bizi qorxutmasın, etapla eləyəcəyik. 19-cu sualda deyilir, dölsüzlüyü Karpechenko metodu ilə aradan götürülmüş növlərarası hibridin bütün vegetativ orqanlarının hər birinin bir hüceyrəsində olan xromosomların cəmi 120-yə bərabərdir. Elə ardını oxumadan gəlin dəqiqləşdirək. Bu bitkiyə Karpechenko metodu tətbiq olunubsa, deməli onun minimum xromosom dəsti 4N-dir. Və bütün vegetativ orqanları deyirsə, deməli həm kökü, həm gövdəsi, həm də yarpağı nəzərdə tutulur. Və bu vegetativ orqanların hər birinin bir hüceyrəsində olan xromosomların cəmi 120-dirsə, deməli mən bilirəm ki, kökdə də, gövdə də, yarpaqda da, eyni bir bitkidə eyni xromosom dəsti olur. Deməli 120-ni bölərəm 3-ə. Çünki bu 120 həm kökdə bir hüceyrədə, həm gövdənin bir hüceyrəsində, həm də yarpağın bir hüceyrəsində olan bütün xromosomların cəmidir. Mən tapmaq istəyirəm ki, bunun bir hüceyrəsində xromosom dəsti neçəyə bərabərdir, xromosom sayı neçəyə bərabərdir. Ona görə 120-ni bölürəm 3-ə. Tapıram ki, bunun bir hüceyrəsində, hansı ki Karpechenko metodu da buna tətbiq olunub, xromosom sayı 40-a bərabərdir. Yəni 4N-i buradan yazaq. 4N-i 40-a bərabərdir. Bunu tapdıq. İndi ardını oxuyuruq. Bu hibridin əmələ gəlməsində iştirak edən fərdlərdən birinin yumurta hüceyrəsinin xromosom sayı hibridin bir somatik hüceyrəsinin xromosom sayının 5-dən birinə bərabərdir. Hibridin xromosom dəsti neçədir? 40-a bərabərdir. Və bunu əmələ gətirən bitkilərdən birinin yumurta hüceyrəsi bunun 5-də biridir. 40-ın da 5-də biri neçə eləyir? Eləyir 8. Deməli, bu tetraploid bitkinin əmələ gəlməsində iştirak eləyən birinci bitkinin eni, haploid dəsti 8-dir. Çünki yumurta hüceyrə haploid olur. Və onda onun 2 eni də olacaq 16. Bunu yazdıq bura. Görək nə soruşur bizdən? İkinci fərdin somatik hüceyrəsinin xromosom dəstini hesablayın. Bu tetraploid bitkidir, 4N-i 40-a bərabərdir. Onun əmələ gəlməsində iştirak eləyən birinci bitkinin diploid dəsti 16-dırsa, ikinci bitkinin somatik hüceyrəsi diploid dəsti olacaq 40/16. Bu da eləyəcək 24. Deməli, doğru cavab olacaq A variantı. Diqqətiniz üçün təşəkkür edirəm.